Təqvim bugün 6 iyunu göstərir və bugün Qurban Bayramıdır. Hamının Qurban Bayramını təbrik edirəm. Düzdür, bir qədər vlog Qurban Bayramından sonra yayımlanacaq. Və bugün Lerikin Veri kəndində də Qurban Bayramı qeyd olunacaq. Və xüsusi vlogu Qurban Bayramı necə keçirilir ona həsr edirəm. Çünki keçən il belə bir təcrübəni, keçən il, iniş il elə bir təcrübəni Sım kəndində yaşamışdım, çəkmişdim, paylaşmışdım. Bugün Veridə paylaşacağıq. Görə bu kənddə Qurban Bayramı kəndin öz adət-ənənələrinə uyğun şəkildə necə keçirilir? Bugün indi saat səhər 8-in yarısıdır. Səhərimizi Tünzalegin evində açırıq. Burada əvvəlcə təndirdə lavaş bişirəcəyik. Ondan sonra isə artıq bayram namazına və qurbanın kəsilməsinə yönələcəyik. Yeni vloqa xoş gəldiniz. Bayramın mübarək. Çox sağ ol. Sən səhər tezdən sən də işləyəsən, mən də işləyəcəm. Xəmir hazırdır? Bəli. Eşq olsun. Nə indirik? Gedirik əvvəl kündələməyə. Gedək. Hamı yatıb. Mənim səsim kimi götür bu aləmi. Akşam biz gediblər. Gediblər? Hə, İndi uz kəsirlər. o başqa yerdə. Hə, başqa yerdə. Mən qoy un gətirmirsən olsun. Gətir. Bərəkətli olsun. Maşallah, maşallah, maşallah. Maşallah, maşallah. Neçədə yoğurmusan bu xəmiri Tünza? Saat 5-də. Neçədə yatmısan? 2-də. Yatma. Yatmamısan? Yox, onda qabaq yatmışdım, sonra 5-də durub. Xəmir olmuş. Maşallah. Burada iki evin çörəyə lavaş olacaq, yoxsa ancaq sizin evin lavaşlarıdır? Vururam, kim istəsə verirəm. Bir də şey aparacaq da, hə, bu qurban kəsilən yerə. Nə qəşəng təndiriniz var. Bu ayrıca təndirxanadır, hə? Sən biraz ses bilən düşürdün mü? Düşürt də, mən də baxıram. Sənədən düşürd, toz oturur. Yaxşı. Yaxşı. Bu gözəl xanım da Azadə xanımdır. Balaca əsl Talış xanımı. Yaxşısınız? Yaxşıyam, sağ ol. Yaxşı ol. Allah köməyiniz olsun. Buradakı balacalar da yatıb, ayollar durublar. Yarısı durur, yarısı yatır. Yarısı durub, aşağıdakiler yatıb hamısı. Dayı durub. Bu bir dənə yatır. Dən görüm hanım, pəncərədən bax görürüm. Şimdi başladılar. Aç benzini. Salam. Nuş olsun. Nətərsən? Nə yirsən? Nə yirsən? Dondu qaldı. Yaxşıyam, ben sağ ol. Yaxşısan? Hamı oyaqdı ki. Yaxınlaşdır da zaman. Üstəkiləri götür, üstəkiləri xırda.
Azadə xanım, siz neçə gəlin olmusunuz evdə? Biz 4 tane. Təndirdə belə çörək eləyəndə hamımız bir yerdə eləyirdi sizdə. Yedik. Böyle yedik. Hamamız bir yerde yarışıp pişiririz. Sonra ara paylayırdınız bir-birinizə. Ha. Nə gözəl. Bura sizin dədə ocağı sayılırdı, hə? Siz bura gəlin Dede gəl. ocağı. Dede ocağı. Nə gözəl. Gəlinlərdən razısınız. Razıyam. Eşq olsun. Ha. Siz də gözəlsiniz, onlar da gözəldir, həqiqətən. Onlar gələndən sonra daha mən çörək pişirmirəm, onlar pişirir. Eşq olsun. İkisi də qoçaq qızlardır. Ha. Bərəkətli olsun. Deməli eyni xəmir oldu, hə? Tüzər. Biz çörək üçün daha çox yaymadın. Azca götürdün. Elə. Qəşəng, bərəkətli olsun. Sağ ol. Onlar qırağından kəsin biraz. İçidən çıxardın, siz də apararsınız o yana da. Onlar Nənəm o vaxtı təndir eləyəndə yaz tətilinə gedirdik. 93 mart ayları, 92-93. Təndirdə çörək eləyəndən sonra çağırırdı bütün nəvələrini. Biz də hərəmiz biri əlində şor apardı, biri pendir, biri yağ. Düz yanında oturduq o isti təndirin yanında. Allah böyüklərimizə rəhmət eləsin. Bu bayramda hamısının ruhu şad olsun. Əllərinə sağlıq. Çörəklərimiz bişdi. Zeyran da hazır. Zeyran Talış mətbəxinin ən vazgeçilməz bir şirnisidir. Təndirdə hazırlanır. Və Sabir müəllim, sabahınız xeyir, bayramınız mübarək olsun. Sizinlə bahanı inşallah. Cümlədən vətənimiz üçün, bütün müsəlman aləmi üçün, hər birimiz üçün xeyirli, bərəkətli olsun. Üstəlik də cümədir, bayrama qarşı, maşallah. Sözün qüvvəti mən də əlavə eləmək istərdim. Buyurun. Beləncə günlərin, yəni bayram günlərinin cümə gününə təsadüf edilməsi nadir hallarda olur. 2 dənə müqəddəs günün eyni vaxtda qeyd edilməsi də xalq üçün belə bir Allah tərəfindən bir ruzidir. Allah Teala xalqımızı, elimizi, dövlətimizi həmişə var eləsin, güzəranını, xalqımızın güzəranını həmişə bərəkətli eləsin. Digər əsas məqsəd qurbanlıqdan, söhbətimiz qurbanlıqdan olacaq. Kəndimizdə uzun illər, yəni öz yaşıma, gördüklərimə əsasən belə bir ənənə böyüklərdən qalıb bizə. Qurbanlığı məxsusən bu qurban bayramını öz aralarımızda 10 nəfər, 5 nəfər belə bir növbə yaratmışıq. Həyətində olan heyvanlardan yaxşı bir heyvanı, erkək heyvanı saxlayır, qurban günündə kəsir, ehtiyacı olanlara paylayır. Təmənnasız, yəni heç bir pul söhbəti yoxdur. 10 nəfər növbə ilə hər il birimizə növbə çatır. Hətta burada olmayanlardan da, məsəl üçün Bakıda yaşayır, amma bu kənd cəmaatındandır, buralıdır. Gəlir burada eləncə bir heyvan bir il qabaqcadan alır, yaxın bir adama tapşırır, onu bəsləyirlər, qurban günündə kəsir və ehtiyacı olanlara, lazım olan yerlərə paylayırıq. Eyni zamanda bu süfrə haqqında da bir şey demək istərdim. Sizə də təşəkkür edirəm ki, bu Talış mətbəxi və eyni zamanda mən deyərdim ki, Azərbaycan mətbəxinin şahı olan Zeyrəndən. Bəzənlər sual olur, Zeyrənin özəlliyi nədədir? Zeyrən elə bir ruzi, elə bir bərəkət simvoludur ki, həm bayramlarda işlənilir, sürfənin şahıdır. Məsəl üçün, Qurban bayramı, o da sürfənin şahıdır, bayram payı ilə bahəm. Həm toylarda işlənilir, süfrənin şahıdır. Həm də Allah göstərməsin, Allah Teala bizi yaratmamışdan qabaq bizi məhkum eləyib də dünyamızı köçməliyik, axirət dünyamıza. Həm də o sürfədə də yenə sürfənin şahıdır. Buna görə Zeyrən bütün bu ruzilər arasında seçilir, necə ki bizim bugünkü bayramımız seçilir. Yenə də Allah Teala bizim xalqımıza, elimizə, dövlətimizə həmişə yüksəklik hədiyyə eləsin və rüzi bərəkət hədiyyə eləsin. Amin. Sağ olun. Amin. Təşəkkür. Çayımızı süzək. Sənin də bayramın mübarək. İnşallah gələn il qurbanlıq sənin həyətində. İnşallah.
Sən özün kəsəsən. Bəli. Xoş gəlmisiniz bir daha. Xoş gördük. Təsadüf bayram günləri oldu. Bu da özü də bir işarədir. Kəsin Sabir dayı. Birinci siz kəsin. Ay sağ ol. Burada pişik də var. Hə? Hanı pişik? Biraz da ona verək. O neysə. Gəl, gəl görüm. Gəl. Sən də pay al. Hardasan? Gəl bura. Gəl. Gəl sən də pay al. Nuş olsun. Çox sağ olun. Sizə xoş olsun. Bayramımız mübarək. Sağ ol, hoş geldiniz. Xoş gördük. Xoş. Radə xanımdır. Salam. Sağ ol. Səyyahımız. Hoş geldiniz. Bayramımız mübarək. Sağ ol, sizle bir yerde. Sağ ol. Ürəyim. Bu arada bunlar dostlarımdır. Nigar, Oktay. Dağlarda tanış olmuşuq. Sizle bir yerde. Millərlə belə qəşəng Nə gözəl bayram. sırğalarınız var. Ha, qaynanamdan qalıb Qədim talış sırğaları. Hoş geldiniz sana kızım. Salam, bayramımız mübarək. Sağ ol, görüşmüş bir daha. Salman əmi. Gələn, gələn qonaqları, hə, əmimdir. Hə, səhər danışırdın hekayəni, hə? Hə, bəli. Bizim Hoş geldin sana. babalarımız möhkəm Ha, qardaş birbirine bacı qardaş olurlar. Ha. Doğmadan da ortada. Doğmadan da artıq qəşəng bir hekayələri var. Səhər biz o hekayəni bir... Hoş geldiniz. Nə şirindir, izbuşqa. Ha, odunlar da çək. Hə. Qurbanlar kəsildi, çörəyimizi bişirdik və Veridən aşağı tərəfdə olan Qələbin kəndinə gəldik. Bu kənd 2 dənə şəlaləsi ilə məşhurdur. Biri daha böyükdür, mağara içidir, birisi kiçikdir. Gəldik, bir çay fasiləsi verdik aşağıda və indi böyük Qələbin şəlaləsinə doğru gedirik. Axşam da dostlarım da gəlib, tam komanda ilə, tam heyətlə Azərbaycanın ən gözəl şəlalələrindən birinə və bu offroad yolla şəlaləyə doğru gedirik. Vətənimizdə çox gözəl yerlər var, çox gözəl şəlalələr var və bu yolla tam 7 il əvvələ qayıdıram. İlk dəfə Qələbinə 2018-ci ildə gəlmişdim. Gözəldir buralar. Qələbin şəlaləsi Veri kəndindən axan Veriyaru çayından gəlib tökülən şəlalədir. Bu ən üstü olandır. Bu mağara tipli şəlalədir və daha kiçiyi bu gedir və kəndin aşağısında olan ikinciyə birləşir. Birincidən başlamaq daha yaxşıdır. Çünki birinci yol da uzundur. Mən 18-də gələndə birincidən biz gəlmişdik və bir kənd yolunun, kənd evinin həyətindən keçmişdik. İndi isə artıq meşə boyu bir cığır açılıb. Şəlalələr mənim təbiətdə gün doğuşundan sonra sevdiyim ikinci bir gözəl bir təbiət hadisəsidir. Mağara istoradır, orada da oturmaq olur və oradan şəlalənin arxa hissəsindən möhtəşəm bir görüntü açılır. Oraya gələndə mütləq gedin. Sünkar vətənim.
bu meşədə eləcə gəzmək istəyirsən, sakit-sakit quşların səsini, bir də ayağının addımlarını eşidə-eşidə tam bir mənəvi bir terapiyadır. İnsanı çox sakitləşdirir. Hazırda ikinci yuxarı Qələbin şəlaləsindən sonra birinci gəldiyimiz yerdə bir çay fasəsi verdi. Siz də həmin ailədə çay fasəsi verə bilərsiniz. Hətta istəsəniz həm də qala da bilərsiniz. Həyətdə qalmaq üçün ev də var. Nömrəni hər bir halda videonun altında qoyaram. İstəsəniz əlaqə saxlaya bilərsiniz və yemək də verirlər. Və oradan birinci Qələbinə gəldik. Birinci Qələbin şəlaləsinə gəlmək daha rahatdır. Maşın yaxın əraziyə kimi gəlir. Və buradan sonra bir 300 metr, 400 metr piyada getməlisən. Cənuba gəlsəz mütləq Qələbin şəlalələrinə də gəlin, Lerikdə. Ümumiyyətlə cənub bölgələri, cənub rayonlarımız şəlalələr yurdudur, belə deyirəm hər zaman. Çünki Leriklə Astarada həddən ziyadə şəlalələr var. Amma bayaq bir sual verdi. Fuad deyir ki, Sım şəlaləsi qəşəngdir, yoxsa Qələbin? Dedim, Suçer şəlaləsi daha gözəldir. Mən o şəlaləyə çox təəssüf ki, vlog çəkməmişdim. Həm də təsəttürə qədərki dönəmlərdə onun şortlarını da YouTube'dan siləsi oldum. Amma o şəlalə hazırda Azərbaycan ən hündür şəlaləsi hesab oluna bilər. Çünki ona qədər mucuq qeyd olunur. Qəbələdəki mucuq. Amma mucuğun hündürlüyü 60-a belə çatmır. Lakin Suçer şəlaləsinin hündürlüyü 60 və bir qədər də yuxarıdır. Və əgər ki, yağışlı mövsümdən sonra, əgər yağış yağdı, ondan sonra o şəlaləyə gedirsinizsə, inanılmaz bir görüntü alır və sanki bir boyunbağıdır, sanki bir muncuq-muncuq geniş bir şəkildə dağlardan, qayalardan süzülən bir şəlalədir. O qədər gözəldir, inanılmazdır, həddən ziyadə. Amma mütləq qayda mövsüm nəzərə almalı. Yəni, yağış yağmadığım vaxtda getsə, suyun səviyyəsi çox az olacaq. Amma elə ki, yağış yağdı, ondan 4 gün sonra yol alsaz, möhtəşəmdir sadəcə olaraq. Mən ora ilk yol alanlardan idim 2022-ci ildə. Onda yol hədsiz çətin idi. Lakin sonradan əgər gedənlərin sayı artırsa hər zaman, bu birinci növbədə yolun gözəlliyinə, yolun yaxşılaşdırılmasına təsirdir. Hazırda xəbər də verdilər ki, elə Suçerə gedən yol da çox yaxşı. Suçerə getməkdən ötəri hətta siz Sıma gələ bilərsiniz. Sıma girən yolda ikinci bir yol Diqoya gedir. Diqo Əyarut eləyə bilərsiniz. Əyarutda cəmi 3-4 ailə yaşayır, 3-4 ev var. Orada maşını saxlayıb ondan sonra meşələr boyu o gözəl şəlaləyə mütləq yol alın. İnanılmazdır həqiqətən də. Mən Talış torpaqlarının, Talış meşələrinin və Kiçik Qafqazın və xüsusən də Kiçik Qafqazda Qədəbəyin dəlisiyəm. Düzdür, hələ ki Kəlbəcəri görməmişəm. Hamı da deyir, Kəlbəcəri görsən, bütün Azərbaycanı unudacaqsan. O da qalsın bir sonraki səfərə. O yuxarı yollar Veriyə gedən yollardır. İndi qaydan başı göstərəcəm. Çünki biz Veridən çıxdığımız yolla bəri bayaq başladığımız yola baxırdıq. Ona görə də Qələbin bir qədər aşağıdadır, lakin Veri daha yuxarıdadır. Veriyə mütləq gəlməyinizi çox tövsiyə edirəm. Gedilməsi çətindir, lakin insanlar çox gedilərsə, bir gün onun da yolu Astaranın Pensər kəndindən Toradiyə qədər uzanan asfalt yolu olaraq düzəldilə bilər.